Kürdəmirdə canavarlar fərdi təsərrüfata hücum edib. 10 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə rayonun Ərşəlli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzağı oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə canavarlar fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan öldürüb, 5 başını isə ağır yaralayıb. Təsərrüfat sahibinin sözlərinə görə yırtıcılar onun təsərrüfatına ümumilikdə 8.000 manata yaxın maddi ziyan vurublar. Gecə saatlarında olub, səhərə yaxın olub. Yatmış vaxtda olub. Gecə gəlib giriblər həyətə sürü şəklində. Yəni 1-2 dənə canavar işi deyil bu. 2 dənə də həyətdə it olublar. Yerini göstərdim girdiyi yerdən. Girdiyi yerlərin yerini göstərdim sizə. Gəlib 10 dənə heyvanı məhv ediblər. 5-in 6-sını da yaralayıblar. Çəkilişdə gördüyünüz kimi. Yəni tək heyvan deyil də, heyvan narahatsızlıq doğurulmur bizə. Sadəcə evdə körpə uşaqlar var, həyətdə oynayırlar, məhliyə çıxırlar. Yəni canavar gəlib uşaqlara hücum eləsə, buna cavab verəcək kim olacaq? Xahiş eləyib bu barədə bizə kömək eləsinlər, sadəcə uzaqlaşdırsınlar. Kənddə artıq 3-cü səfərdə olur, digər kəndlərdə də, qonşu kəndlərdə də olub belə bir hadisələr. Məsələ ilə bağlı Kürdəmir rayon icra hakimiyyətinin başçısının Ərşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov bildirib ki, canavarların hücumu ilə bağlı rayon icra hakimiyyətinə və rayon hüquq mühafizə orqanlarına məlumat verilib. Ərazi nəzarətə götürülüb, yırtıcıların ərazidə uzaqlaşdırılması istiqamətində yaxın vaxtlarda zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gün öncə də yırtıcılar rayonun Qolqubalı və Sığırlı kəndində də təsərrüfatları hücum çəkib. 30-dan çox xırdabuynuzlu heyvanları məhv edib və fərdi təsərrüfatlara ümumilikdə 15.000 manata yaxın maddi ziyan vurub. Xuraman Aydın qızı Həcər Həsənova, Aqil Əsədov bugün informasiya proqramı üçün.